Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Həmişə olduğu kimi yenə də gözəl bir mənzillə sizin qarşınızdayım. Yerləşir Gənclər Parkının yanında, Həzəstanovda, şəhərə də yaxındır, eyni zamanda metronun da demək olar yanıdır. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış 3 otaqlı mənzildir. İndi mən mənzildə olan hər bir şeyi sizin nəzərinizə çatdıracağım. Siz isə videonu sona qədər izləyin. Mənzil haqqında fikirlərinizi də videonun altında yazmağı unutmayın. Birlikdə müzakirə edək. Bəyəndiyiniz və bəyənmədiyiniz xüsusiyyətləri yaza bilərsiniz. Giriş hissəsində giriş qapımızı görürsünüz. Daxil olduqda sol tərəfdə buradakı bir güzgümüz yerləşdirilib. Aşağı hissəsi şkafdır. Sağ tərəfdə də yenə divar içi şkafımız yığılıb. Dərinlik də çox yaxşıdır. Əşyalarınızı, paltar, ayaqqabı, hər bir şeyi tam rahatlıqla yerləşdirmək imkanınız var. Döşəməsi qranitli üstü döşəmə ilə təchiz olunub, işıqlandırmada lüstr və spotlardan istifadə olunub, əlavə olaraq bura işıqlar da yerləşdirilib bu hissədə, yəni açıq rəngli divar kağızlarının ümumilikdə istifadə olunub mənzillikdə, işıqlı mənzildir, onu nəzərə çatdırım. Otaqların yerləşməsini nəzərə çatdırım, gördünüz bura mənzilin qonaq otağıdır, bura birinci yataq otağı, ikinci yataq otağı, yanında mənzilin çamaşırxanası, burada isə mənzilin sanitar qovşağı yerləşir, elə buradan başlayaq bu gözəllikdən. Mən bir-bir hər şeyi sizin nəzərinizə çatdırırım. Geniş sanitar qovşağımız var. Duş kabini yığılıb. İçərisi də dediyim kimi kifayət qədər geniş ölçüyə malikdir. Qara rəngli aksesuarlardan istifadə olunur ümumilikdə. Burada gözəl moydadırımız var. Maraqlı təzə güzgü ilə. Suşilka və təbii ki, burada isti döşəmə ilə təchiz olunub. Buranı göstərim mən sizə də dediyim çamaşırxana, yəni paltar yan üçün yer. Burada ayrıca nəzərə alınıb, digər mənzillərdə olduğu kimi mətbəx mebelinin altında deyil. Buraya şkaf da yığa bilərsiniz istəyinizə uyğun. Keçək başlayaq qonaq otağından. Mən bir-bir otaqları da sizə göstərim. Qonaq otağının ölçüsü yaxşıdır, yəni təxmini 22-25 kvadrat olar. Yəni belə ölçülü mənzil üçün kifayət qədər genişdir. Bu hissəyə mebel dəstinizi rahat yerləşdirə bilərsiniz. Masanı burada yerləşdirmə imkanınız var. TV stand yığılıb bu tərəfdə. Aşağı hissəsi şkafdır. Eyni ilə bu hissədə də aksesuarlarınızı yerləşdirə bilərsiniz. Gözəl lüstrumuz, gizli işıq spotlar. Bu hissədə yenə mebel işləmələr. Bura işıqlar yerləşdirilib, pərdələr asılıb hazırdır. Nəzərə çatdırın ki, mənzil 2 otaqdan 3 otağa düzəlmədir və mənzilin mətbəx hissəsi buradadır. Ölçüsü də yaxşıdır, təxmini 8-10 kvadrat olar. Yeni mətbəx mebelimiz yığılıb, görürsünüz. Şkaflar da kifayət qədər çoxdur. Bu barədə narahat olmağa dəyməz. Dərinlik də ideal səviyyədədir. Görürsünüz, hər tərəf şkafdır. Burada da var. Üstü mərmərdir. Qaz peçi aspirator qoyulub hazırdır. Soyuducunun yeri. Bu hissələr də hamısı şkafdır. Yəni, əşyalarınızı tam rahat yerləşdirmə imkanınız var. Təbii ki, burada isti döşəmə ilə təchiz olunub. Keçək, vaxt itirmədən mən digər otaqları sizə göstəreyim. Dediyim kimi, təmirdən sonra mənzildə bir gün belə yaşayış olmuyor. Burada yerləşir mənzilin, belə deyim, əsas yataq otağı. Ölçüsü də yaxşıdır. Yəni, bura yataq dəstiniz tam rahat yerləşəcək. Deməli, yerləşmə belədir, taxtın yeri bu hissədə nəzərə alınıb. TV, internet çıxışı isə əks tərəfdədir. Və burada deməli, ümumi tavan hissəni göstərək. Bura işıqlar, kondisioner yerinə kimi hamısı qoyulub hazırdır. Yəni, yataq dəstiniz tam rahatlıqla yerləşəcək. Bu hissəyə şkafınızı qoya bilərsiniz. Yəni, buranın ölçüsü təxmini 22-23 kvadrat olar. Keçək, mən sizə ikinci yataq otağını göstərim. Sonra mənzilin qiymətini və digər məlumatları nəzərinizə çatdırırım. İkinci yataq otağımız burada yerləşir. Bura, belə deyim, uşaq otağı kimi istifadə edə bilərsiniz. Təxmini ölçüsü 8-10 kvadrat olar. Yəni, uşaq otağı üçün nəzərə alınıb, belə deyim. Burada da pərdəmiz asılıb, hər bir şey tam olsun. Yəni, mənzil hazırdır, sadəcə əşyaları yerləşdirib yaşamaq qalır. Belə, mən demək olar, hər şeyi sizə göstərdim, məlumatları deyim. Yerləşir Həzəstanovda, Gənclər Parkının düz yanında, metronun yanı, yeni tikili bina, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış. 2 otaqdan 3 otağa düzəlmə mənzildir. Ölçüsü 88 kvadratdır. Yerləşir 9-cu mərtəbədə və mənzilin start olaraq qiyməti 233 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.